İran Akademik adlı qurum önəmli bir araşdırma aparıb. Bu araşdırma 2026-cı il yanvar ayında İranda baş verənlər və medianın toplumu yönətməsi ilə bağlı gücünü göstərib. Araşdırmanın xülasəsi belədir. Bəzi televiziya kanallarının yönlü şişirtmələri, saxta montajları və səsləndirmə manipulyasiyalarının əksinə olaraq 2026-cı il etirazlarında Pəhləviyə real dəstək İran International və Manoto kimi media qurumlarının yaratdığı təsəvvürdən xeyli az idi. Ancaq güclü maliyyə dəstəyi ilə həqiqətin əksi göstərilmişdi. İranda bazar və iqtisadi səbəbləri ilə başlayan etirazlarla bağlı yayımlanmış 9000-dən çox video və məzmunun təhlilindən sonra aparılmış sahə araşdırmasına əsasən İran International'ın media örtüyü Pəhləvi lehinə təxminən 4 dəfə, yəni 400% artıq göstərilmişdi. BBC Farskanın yayımı da eyni istiqamətdə təxminən 105% şişirtmə nümayiş etdirmişdi. Ümumi şüarlar içində Pəhləvi lehinə olan şüarların real payı təxminən 17% olaraq qiymətləndirilmişdi. Bu 17% belə mütləq şəkildə təşkilatlanmış, şuurlu və sabit bir Pəhləvi tərəfdar nüvəsinin mövcudluğu anlamına gəlmir. Dünyadakı etiraz aksiyalarında, xüsusilə də İranda müşahidə olunan ümumi nümunəyə uyğun olaraq iştirakçıların bir hissəsi kütlənin emosional atmosferinin təsiri altında liderlərin səsləndirdiyi şüarların siyasi məzmununu dərindən dərk etmədən təkrarlayır. 130 şüar səslənib və onların 83%-i rejimin getməsi və Xameneyi əleyhinə olub. Həmçinin İran International və Manoto kimi media qurumlarının təbliğatından təsirlənən, yetərincə məlumatlı olmayan bəzi şəxslər də bu şüarların yayılmasında rol oynamış ola bilərlər. Vacib məqam budur ki, bu etirazlar Pəhləvinin və bəzi təşkilatların çağırışlarından əvvəl formalaşmışdı. Sözü gedən çevrələr sadəcə mövcud dalğadan yararlanmağa çalışdılar. Ümumilikdə sahə məlumatları göstərir ki, bu axının küçədəki real çəkisi media təsvirindən qat-qat aşağı olmuşdu. Qeyd edək ki, Pəhləvi tərəfdarları və onların mediası həm keçmişdə, həm də bu dəfəki etirazlarda qeyri-fars bölgələrdə, o cümlədən Güney Azərbaycanda baş verən etirazları oğurlamağa cəhd etmiş, millətlərin milli azadlıq şüarlarını montajla təhrif etmişlər.